Salam uşaqlar, bugünkü dərsimiz olacaq. Mərkəzi bucaq, daxili bucaq və çevrənin uzunluğu. Uşaqlar, gəlin birinci mərkəzi bucaq haqqında danışaq. Deməli, mərkəzi bucağa tərifini vermək üçün gəlin bir dənə çevrə çəkək. Mərkəzi O nöqtəsi olan bir çevrə çəkək. Uşaqlar, mərkəzi bucağa biz deyə bilərik. Təpə nöqtəsi çevrənin mərkəzində yerləşən bucaq. Yəni, burada istədiyim bir bucaq çəkə bilərəm. A, O və B bucaq. Bu bucaq mərkəzi bucaqdır. Bir daha deyirəm. Təpə nöqtəsi çevrənin mərkəzi ilə üst-üstə düşən bucaqdır mərkəzi bucaq. Və ya iki radius arasında qalan bucağa da mərkəzi bucaq deyə bilərik. Bu uşaqlar mərkəzi bucaqdır. Bunun təpə nöqtəsi çevrə ilə üst-üstə düşməlidir. Bir də daxili bucağımız var. Daxili bucaqda isə uşaqlar təpə nöqtə çevrənin üzərində olmalıdır. Bu çevrənin mərkəzidir, düzdür. Daxili bucağın təpə nöqtəsi çevrənin üzərində olmalıdır. Məsələn, yazıram. A, B və C daxili bucaq. Yadımızda saxlayırıq uşaqlar. Mərkəzi bucağın dərəcə ölçüsü ilə, baxın, buranı bir başqa qələmlə düzəldim. Buna deyəcək uşaqlar qövs. Bu hissə olacaq qövs. Çevrə üzərində götürülmüş iki nöqtə arasındakı hissəyə qövs deyəcək. Bu balaca qövsdür ki, biz buna minor qövs deyəcək. A, N, B. Balaca qövs. Minor qövs. Bir də uşaqlar. Başqa bir qələmlə də onu işarələyim. Bu hissəyə baxın. Burada bir böyük qövs də var. İki nöqtə arasında bir balaca hissə qala biləcək. Bir də böyük, düzdür. Burada M yazılır. Olacaq. A, M, B, major qövs. Deməli, iki nöqtə arasındakı qalan bucağa qövs deyirik. Yadımızda saxlayır uşaqlar. Mərkəzi bucaqla qövsün dərəcə ölçüsü bir-birinə bərabərdir. Və minor qövslər major qövsün dərəcəsinin cəmi 360 dərəcədir. Mərkəzi bucaq 40 dərəcəsi, onda minor qövs də 40 dərəcədir. Onda major qövs neçə dərəcə olur uşaqlar? 120 dərəcə. Sonra belə də bir qaydanı yadınızda saxlayırsınız. Əgər mərkəzi bucaqla daxili